açdım deyə qapını açırdılar. Baxırdılar, Fatimədə bağlayırdılar. Siz Allah bir dənə təsəvvür edin Həzrət Zəhranı o halına. Görürsən, biz onlardan yaxşı adamlarıq. Biz neçə ildir qapını xanım Zəhranın üzünə bağlayırıq. Çünki həmin dəvəti bizə də eləyir. Açırdılar, baxıb bağlayırdılar. Deyirlər, namaz qılanıq da biz, nə istəyir bizdən? Biz də elə demirik. Deyir, namaz qılanıq da, nə istəyir bizdən? İbadət eləyəni. 40 gün əl çəkmədi, 40 gün. Soruşurdu, utanmazcasına soruşurdu ki, məndən qabaq o qapılara getmisəni, görün nə qədər qərib idi Peyğəmbər qızı. Məndən qabaq o qapılara getmisəni, üzvə qapı açıblar. Ağlayanlar bu söz ağlasın. Deyirdi ki, ma əcabəni əhədun. Bir nəfər mənə cavab vermədi. İstəyirsiniz, xanım Zəhra bu məclisdən də ayrılanda desin, ma əcabəni əhədun. Bir nəfər mənim çağırışıma cavab vermədi.